Alo, buyurun canlı yayıma zəng eləyin, danışın da ben de biraz gününüz fəhlə eləyə, gəlin burada sizə məruzə xəbərləri çatdırıram. Biraz da siz danışın, zəng eləyin, aktiv olun da dostlar. Buyurun bey, buyurun. Axşamınız xeyir. Hər vaxtınız xeyir, buyurun. Uşaq oğurlusu ilə danışılır. Dedi ki, hakimiyyət adamlar deyir ki, bu fake'dir, yalandır. Su gətirib gəlin, buyurun danışın. Uydurma zat deyil. Bu, olan valideynlərin bəlkə çıxardasınız efirə, yəni onları danışdırasınız, cəmaət görsün ki, yəni bu uydurmadır, özləri də görsünlər. Bu danışdırılan yalan olsun. Bu bir. İkincisi, bu Trump da ki, bu qəribə adam deyə, bu alqabazdır bir sözlə. Gəl belə danışır, gəl elə danışır. Bu başa düşmək olmur. Bir də ki, bu mübarizə aparmaq istəməyənlər, indi biraz, bəlkə haradasa biraz dolanışıq yaxşıdır, 600-700 manat dolanışıq var, bir ki, nəyimə lazımdır, mən çıxım mitinglərə, yəni mübarizə aparım. Qoyun, düşüncəsi qoyun, sən deyək ki, çıxmadın, qazandın, tutaq ki. Bu qidalar hamısı zəhərdir və sən özün də xəstələnməsin, uşaqların xəstələnəcək. Onkoloji xəstəliyə tutulacaqlar. Lakin onkoloji xəstəlik tutulmaqla ən yaxşı halda pedoq olacaqlar. O qidada pedoq olacaqlar. Ən yaxşı halda. Bunlar düşünmürlər. Deyirlər ki, daha dolanışım var, nəyim halda. Onu da fikirləşmir ki, bax gələcək sənin yerində o işlədiyin yer, ermənlər işləyəcək. Səni çıxarıb tullayacaqlar. Ən yaxşı halda səni çıxarıb tullayacaqlar. Öldürəcəklər daha doğrusu səni. Və zülüm verəcəklər, öldürəcəklər. Yəni, bunu düşünmürsən, heç olmasa. Yəni, bu fikirlə gedirsən ki, nəyimə lazımdır, dolanışım var. Yəni, nə olsun varsa, zəhər yiyirsən, sonra sən kanalizasiya suyu. Qidon zəhər. Hər bir şeyin zəhəri. Sən xəstəliyə doğru gedirsən. Sənin gələcəyin olmayacaq, yəni uşaqların da gələcəyi olmayacaq. Məhvə doğru gedir hamınız. Kim ki bu fikirlə oturub durursa, məhvə doğru gedir. Bu da iş. Yəni bu düşüncəsi adamlar deyə, bu fikirləşmirlər ki, bu başqa dövlətdə, Ermənistanda belə bir hadisə baş versəydi, təmiz suya, kanalizasiya suya. Yaxşı, gəl buna baxaq. Gəl ikimiz elə bir yerdə. Çoxdan devirərdilər. O Paşinyan elə öz ətrafı məhv eləyərdi. Yaxşı, indi bir şey deyim bəy. Baş vermir. Bəy, bir tərəfdən dedilər, mənə görə dedilər, uşaq oğurluğu yalandır, eləmi? Amma bax, Mirşahinin kanalı, Rauf Arifoğlu Mirşahinin kanalı birbaşa müsavat.com gör nə deyir. Həftənin cümə axşamı gündə dəyərli izləyicilər, Bakıda şok bir hadisə baş verib, məktəblini oğurlamaq istəyiblər, əllərində dəsmal vardı, uşaq belə danışıb. Belə ki, bugün səhər saatlarında Xırdalan şəhərində yerləşən bir sayılı məktəbdə qorxulu hadisə baş verib. Bu barədə Musavat.com-a valideyn məlumat verib. Bunun sözlərinə görə dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib. Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb. Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdi. Mənə müqavimət göstərdi, təpik vurub qaçmışam deyə ana bildirib. O qədər qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var. Valideyn hadisə ilə bağlı dərhal polisə məlumat verdiyini bildirib. O ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını da söyləyib. Qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinə müraciət etdik, araşdırma aparıldığını bildirdi. Və qeyd edib ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra video və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirmişdi. Hər gün isə valideynlər və uşaqlar yeni şikayətlərlə müraciət edirlər. Hər halda bu hadisəni xüsusi nəzarət altına almaq lazımdır. Gerçəkdən də təhlükəsizlik kameralarında bu görüntülər. Çünki Qabil deyib ki, bunun başında Mehribanla İlham durur uşaq oğurluğunu. Vəssalam, artıq mən sirri aşmışam. İndi sadəcə götlərinin poxunu təmizləmək istəyirlər, ya mal almaq istəyirlər, xalqı aldatmaq istəyirlər. Valideynlərin bəlkə oğurlanan uşaqlar var, hansı ki ölüblər, içalatı çıxıb.
olan valideynləri efirə bəlkə çıxardıq. Çıxıda dünən Yevlaxlını danışdı, Vüqarın mən də efirə verdim, Vüqarın televiziyasında danışdığını çox qorxuram. Vüqarın televiziyasında danışdı Hürriyyət TV-də və mən də verdim. Gördünüzmü Yevlaxda necə başını qopardı uşağın, bütün içalatını çıxardı. Belə danışanlar çox sosial şəbəkələrdə zaman-zaman qabağıza çıxır, amma bu hamısı təzə olan şeydir axı. Bu hamısı bu ay olan, aprel ayında olan şeylər idi. Oldu mu? Qidalarla bağlı danışdım mən. Bu cəmaatın nə fikirləşir, bu zəhərləyirlər cəmaatı. Bunlar cəmaat niyə yatırmır başının içində? Niyə qoyundular, nədilər bunlar, nə hansı düşüncə ilə bunlar yaşayırlar? Qəribə deyib, nə valla. Oldu bəy, çox sağ ol, var ol, çox sağ ol. Efirimizə zəng eləmək istəyənlər olsa zəng eləyin. Yenə deyirəm, mən daha o belə telefonla göstərirəm ha. Sizin zəng elədiyiniz nömrədən göstərmirəm. Təmiz başqa telefonla göstərirəm. Yəni sizin nömrəniz düşməyəcək bura. Bəzən insan qorxur mesaj yazmağa, zəng eləməyə ki, qabil telefonu belə tutacaq, nömrəm ora düşəcək. Yox, narahat olmayın. Deməli, sağ olun qardaşlar, mənim hər gün... Nəysə, alo. Bəli. Alo, buyurun, canlı yayımdasınız. Salam, Qahvin müəllim. Əleykümə salam. Necə salanıyor? Sağ olun, canlı yayımdaydım. Nə məqsəddən zəng eləmişdiniz? Hal-əhval soruşuldu. Hal-əhvala görə zəng eləyərlər. Sağ ol, yaxşıyıq, şükür Allah, sağ ol. Alo. Abi, deyirsən mən qulaq asmadın, neynəmədin? Siz Zərnitacı... Balazı qardaşına qulaq asın. Yaxşı, qulaq asıram, buyurun. Bax, başqa günlər varmış. İndi sən bildiklərini mən bilmirəm, mən bildiklərimi də siz bilmirsiniz də. Elə momentlər var ki, mənim də bildiklərim var da. Mən orada böyümüşəm, orada anadan olmuşam. Mənim yaxşı hərəkətlərini görmüşəm. İndi ola bilər... Zərnitac, bir dəqiqə. Zərnitac sənin qohumundurmu düzündür? And olsun Allaha, yaradana and olsun, qardaşının görürəm. Bildim, Zərnitac sən nəyindi yaxşı? Nə, sənə yardım eləyib mi? Tək mənə yox, gözümün qabağında, liçni, mənim gözümün qabağında. Şahidin uşağına kömək edib. Nə kömək eləyib? Bu dəqiqə qoş onu. Bu dəqiqə qoş görüm. Bu telefonu. Yox, Zərnitacı nə eləm? O qazi deyirsən, o qaziyə hörmət edib, hansısa şəhidin oğluna kömək edib. Bu dəqiqə qoş görüm onu. Qoş telefona, bu dəqiqə. Bax qardaşım, bu dəqiqə nömrələrini tapın, səni qoşun. Yo, isti. Sən daha get... Mənim liçni özümə deyirsənsə... Bir dəqiqə. Sən gibi 10 nəfər ölkədə sənə yardım elədi, 500-300. Onu qoy qıraq. Yaxşı, Zərnitac yaxşı adamı idisə, bax, bu dəqiqə kimə yardım eləyibsə, onu qoşduram bura. Gözləyirəm. Bu dəqiqə. Məndə olan adamları qoşaram, problem yoxdur. Prosta mən onlarla danışım, onlarla gələcəklər qoşulmayacaq. Yaxşı, sənə yardım edir Zərnitac. Mən üzr istəyirəm, çox üzr istəyirəm. Mənim həyat yoldaşım xəstə idi, mən pulsuz idim. Mən bir-iki yerə getdim, xahiş elədim, mən pul verən olmadı. Mən onun qapısına getdim, olan zapravkası vardı. Getdim, xahiş elədim, mənim 1000 manat mən sənə göndərdim. Sən neçənci qrup əlilsən? Azərbaycanda mən əlil deyiləm. İndi sənə 1000 manat, bir dəqiqə, sənə 1000 manat, Zərnitac sənə 1000 manat verib deyə, başqasını da qoşa bilmirsən də, Lənkəran çox hamı bir-birini tanıyıb qalsın. Lənkərandan qoşaram, deyəm, onunla danışım ki, arası filankəsi qoşuram, qoy bilsinlər. Yox, bilsinlər yox. Yox, sən qoş götürməsin, qoş götürməsin. Ay qadam, qoş da qoş götürməsin. Ay qadam. O kişinin oğlu döyləmiş, sizdə yalan da. Ay başına dönüm, gör nə deyirəm, Əlbəttə ki, o boyda xalqı narkotikdən zəhərləyən, o boyda qaçaqmalçılıq eləyən, əlbəttə ki, bir-iki nəfərə də yardım eləməlidir ki, belə vaxtı mənə çıxsınlar. Yaxşı, sən indi bu dəqiqə qoş, danışmasın, qoş. Qoş da qoş.
Görüm Zərnitac. Boşuna kardeş. Boş qoy. Problem yok. Zərnitac Azərbaycana narkotik gətirən şeyxdən əlbir olaraq müxtəlif bizneslərin başında duran milyarderdir, milyarder. Milyardları. Görsən Qaziyə 1000 manat verib, belə hallardan deyir, söz olsun, ha, deyirkən də o iş adamları söhbət edir, kimə kömək eləmişsən? Bu deyir 5-6 Qaziyə, o deyir 5-6 Qaziyə. Bugün bu Qazi zəng edeyim mənə. Deyir ki, alo, alo. İşidirəm mən sizi, boşmuşum. Deməli, Qaziyə zəng edib, deyir ki, Zərnitac yaxşı adamdır, əl tutan adamdır. İndi yaxşı 5 nəfər Qaziyə əl tutubsa. Alo. Salam, gözəl insanlar. Salam, salam. Ay qağa, Zərnitac sizə yardım eləyibmi? Mən eləyib. Nə qədər eləyib yardım? Ha? Müharibədən canından sonra hardasa belə deyək də 3 dəfə yardım edib, görmə ərzaq zad verib. Ərzaq, pul nə qədər verib? Olub 100 verib, 200 verib, 300 verib. Səndən başqa neçə nəfərə təxminən yardım edib qazilərə? Olub 5 nəfər, 6 nəfər eşitdim, mənim bildiyim eşitdim 5-6 nəfər. Bəs onun milyardları var, milyardları. Niyə 5-6 nəfərə 100-200, 1000 manat yardım edir? Niyə gör? Mənim gözəl qardaşım, Azərbaycanda milyardları olan adamlar çoxdur, Kim eləyir? Hamı, yo, düz demirsən. Əksəriyyət regionlarda çox adam 5-10 nəfər qaziyə yardım edir ki, bax, savaqsı günü, bax, belə dedizdirmək üçün. Bax, belə dedizdirmək üçün. Qardaşına qulaq az, gör qardaşın sənə deyir. O səhnənin içində görünən tərəflər var, görünməyən tərəflər var. Ya sənin görünən tərəfdəsən, mən bütün Lənkərandan ən çox danışdığım rayon Lənkərandır. Hələ Zərnitacı, bir nəfər Zərnitacı tərifləməyib, ondan elə şeylər atarım, elə şeylər mənə atarım. Sizi bizi görə hamısı tərifləyir ki, siz istəyən də var, istəyən. Abi, biri var ki, 10 nəfərdən 9'u istəsin, 8'i istəsin, ya 5 istəyib 5 istəməsin. Biri də var ki, bütün o devlətdə, yuxarıda, aşağıda işləyən, buna bələd olan, Zərnitacı tanıyan hamı bilir və onun cinayət əməllərini mənə atıb, mən də onu efirə vermişim. Yaşı sən yaşı, bir dəqiqə. Hani mən dünənlər sırağa gün efirə qoşdum Zərnitacı, Peyğəmbərin qızınla müqayisə eləyirlər Zərnitacı. Zərnitaca dedim ki, məlumat gəlib ki, və siz ölkəyə narkotik gətirirsiniz və süni seks avadanlıqları gətirirsiniz. Adam dedi, demədi, ayıb olsun sənə. Adam dedi, anana, bacına gətirirəm. Sən... Nə bilim, o biz Lənkəranlıyıq da, bizə zəng edib maraqlanmaq olur. Öyle dünən efirə qoşdum da, mən onu söymədim ki. Da ondan sonra məcbur oldum bir kəlmə söz dedim. Dedim ki, məlumat almışıq ki, seks avadanlıqların mağazası da var Bakıda. Yəni seks avadanlığı... Məlumat verən müəllim, məlumat verən bəy, o məlumatı düz verir, o yəqin onu istəmir. Adı hər lap istəməyən adamdır, lap yalan məlumatı olsun, lap deyək ki. O qadın o ana sözüdür, o söz ana sözüdür, o söz həci sözüdür. Gördün sən mənim əsəbləşdim. On yerinə mən... Yo, qazi sən, kimin yerinə sən, niyə üzür istəyirsən? Kimin yerinə sən, yo, mən heç nə. Zərnitac indi aydın məsələdir, indi neyə bilərəm mən onu, amma sabah hökumət dəyişəndən sonra Zərnitacın bütün cinayətləri məhkəmə qarşısında ortaya qoyulacaq. Sağ olun, var olun, sağ olun qazilər. Sağ olun. Bax, indidən zor iş tapıblara, 5-6 qaziyə, şəhid ailəsinə 100-dən 200-dən yardım edirlər. Sırası danışan kimi zəng elətdirirlər ki, bizə yardım edib qabil, niyə görə bunu danışırsan? Ya Zərnitacın neçə də onlarla tırı var, tırı. Ölkənin cənub zonasının ən zəngin 3 adamından biridir Zərnitac. Ya sual ortaya çıxır. Qazi deyir 3 dəfə yardım elədi. Sumka yemək göndərib 100 manatda, 200 manatda pul verib. O bizə dedi, yoldaşım əməliyyat olası 1000 manat verir.
Deyirəm, nə qədər belə adama yardım edib, 5-6 nəfərə yardım edibdir. O boyda milyardı olan Zərnitac 5-6 nəfərə yardım eləməlidir. Axı o xalqa o pulu nətər qazanır? O pulu bütün İran məhsullarını gətirərək o tərəfdən bananı orada 40-50 qəpiyə alıb burada 3 manada, Optavoy 2 manada verdirməklə əldə edibdir. Zərnitacın mağazaların, obyektlərin sayı hesabı yoxdur. Axı o İran tərəfdən həmən tırlarda narkotik gətirib xalqın balalarına satmaqdan əldə edibdir. Onun tırlarını saxlamırlar. Sual ortaya çıxır. Niyə onun tırlarını saxlamırlar? Onun tırları gömrükdən durmadan keçir. Çünki şeyxin malına kiminsə duxu çatmaz Şeyxülislamı hansısa tırını, hansısa maşını durdurmağa. Zərnitac birbaşa şeyxin məşuqəsi olubdur cavan vaxtından. İndi yox, indi şeyxin məşuqələri çox oldu son zamanlar. Artıq şeyx iflic oldu, şeyxi güllələdilər. Şeyxi güllələdilər, şeyxi iflic oldu. Allah yastığını ağır eləsin. Hə dostlar, xəbərlərimiz davam eləyir. Xəbərlərimiz davam eləyir, bircə dəqiqə. Xəbərlərimiz davam eləyir. Nədir o cırıq humanist adam idi? Güya biz humanist adam deyilik. Mən oturun, baxın, analiz edin. Elə pis ailələr var, ha, pis durumda olan ailələr. Uşaqlar olubdu, hamilə qadınlar olubdu, hələ siyasiləri qoyaq qırağa. Mən Zərnitacdan 100 dəfə artıq mən kasıb adam, burada təbliğat apardım, buradan özümdən də yeri gəldə kömək eləmişəm. Mənim kimi kasıb adam Zərnitacdan çox kömək eləyibsə, onda Zərnitac o milyardların üstündə niyə oturubdu? Alo, 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 alo. Eləmədi, bu zəng eləməyin. Eləyirsiniz, danışın, danışmırsınız, niyə eləyirsiniz? Sadəcə vaxt alırlar. Deməli, dəyərli həmvətənlərim, yenə deyirəm, dəyərli soydaşlarım, bəzi adamlar zəng eləyə bilər, amma və lakin, dəyərli adamlar zəng eləyə bilər. Deməli, dəyərli dostlar, İranın bu şəhəri növbə mərkəzi cəmaat gəzməyə gedib. Salamün əleykim. Nə var, nə yox? Nə yaxşı zəng eləmişdiniz? De. Hə. Səmədin, Kəmaləddinin qardaşı Səmədin bacanağı ermənidir, eləmi? Yəni, arvadının bacısı ermənidir, eləmi? Arvadı ermənidir, belə gündə arvadı bacısı. Bacanaq deyəni 2 bacını alıblar, o birisi alan ermənidir, eləmi? Hə, deməli, Kəmaləddin Heydarovun qardaşı Səmədin bacanağının anası ermənidir. Nə oldu da? Bunun o birisi nədir? Kəmaləddin ən yaxın qohumu nədir o? İcra başlarına rəhbərlik eləyən nə idi o? Zeynal Ağdəliyev erməni. Kəmaləddinin bacılarının ərləri erməni. Kəmaləddinin qardaşının, nə bilim, bacanağının anası erməni. Sizin hamınızın bir tərəfiniz erməni imiş ki elə. Hə. Dala etdi. Alo. Bu arada. Bəli. Qabil bəlgi. Bəli, bəli. Qabil deyil, axı, mən Qabili eşitmək istəyirəm. Qardaşımı eşitmək istəyirəm. Bəy, mən, gözəl insan mənəm. Səs sonra gəlib çıxır da. Və səs sonra gəlib çıxır. Buyur. Qabil, ay Qabil, sənə qurban olum. Mənə 1 milyon verirlər, Ukraynadayım, Kiyevdəyim, səni öldürüm. Al. 1 milyon al.
Qabil, mən səni prezident kimi qorumaq istəyirəm, öldürmək üçün yox. Kemaləddinin bacısı Aynə xanım zəng edib. Kim almışsınlar? Mən sənin üçün. Səncən Kemaləddinin bacısı Ayna nə deyib sağ Səncanın? Eşidirsən, adamlar buradadır. Kimin adamıdır da bəyək dedin Kemaləddinin bacısımış sifariş eləyib mənim ölümümü. Nədir de görüm. Qabil, sən mən tanıyırsan. Bildim bildim bəyək. Kim Kemaləddin də arvadını, onun bacısını... Abi söymə də, xahiş edirəm söymə, şikayətə getməsin kanalımız. O adamlar buradadır, Almanya'da nömrələrini verəcəm, onlar tapılsın. Gəliblər. Yaş. O bəyək 5 milyon pul alıp gəliblər. 5 milyon. Sən məni Ukraynadan, Məxsuddan tanıyırsan. Mən Bilirəm. səni sevirəm. Sağ ol. Neyse, Ayna barədə nəsə dedin, amma dalını gətirmədin. Hamısını anasını. Neyse, oldu qadası, sağ ol, var ol. İnşallah arzuların Çin olar, gələrəm prezident olaram, bunların hamısına çox şey eləyərik, bəlliyərik, sağ ol. Yox, şerifliyəm, Qabil, o adamların nömrəsini verəcəm. O adamların onlar içməlidir Almanya'da. Qaçaqdılar. Ver, hamısının nömrəsini ver mənə görüm, ver hamısını. Gör nə deyirəm, sənin qaqan, valla, sən o qədər şərəfli insansan. Sən para üçün insan satmısan. Azadlığımız üçün yaşayırsan. Mən səni bildin daha bütün hamı yığdı, Məxsudu qaçdım. Məxsudu görən. Mən əziyyət çəkdim. Almanya'dayım. İndi Kiev'e gəlmişəm. Mənim üçün hər yerdə 60'a yaxın yaşım var. Sənə Qalenvagen alanmadım, amma səni sevirəm. Qalenvagen nə edir, qardaş biz? Qalenvageni qoy ilham sürsün, mehriban sürsün, onun küçükləri, nəvələri sürsün. Hamın arvadı Qalen... Nə dəri? Səsin qırıldı, eşitmədi, nəsə. Çox... Nə deyirəm, Şerif dediyəm, qurban olum, Kırımı partlatdılar, silahı mən gətirdim. Heç nə... Nömrələri göndərəcəm. Oldu, sağ ol. Var ol, sağ ol, oldu. Deyiblər sabah səni güllələyəcək, Kiev'e gəlmişəm. Məni, Qabil, ürəyimsən, sevirəm səni. Səni mi güllələmək, bəri bax, səni mi deyir? Səni necə sevir, mən valla axuyet elədim. Mən... Sən qaqa, mənlə telefonla danışırmış kimi danış, neysən ora baxır? Gör nə deyirəm? Yox, mən sağ baxmasam. Qarabağ eşitsən, Fələk Tuxsası haqqımda kitab çıxıb. Mən çox səhv eləmişəm həyatda. İndi istəyirəm, mənim haqqımda sən kitab yazasan. Gördün, polisə girdin, Məxsudun Kiev'də yadındadır, tutmuşdular. Sənə göstərdim. Orxanızda da yox. Birinci günü Almanya'dayım. O adamlar içməlidir Almanya'dan. Oldu mu? Oldu, sağ ol. Var ol, sağ ol. Valla mənim qohumlarımdır. O Mehribanın bir dəqiqə deyim, Pənahdır. Adlarını deyim sana. De görüm nədir adları? Ermənistan. Pənahdır. Ayzər Qəhbə. Mənim qızımın. Ayzər Qəhbə mənim qızımın 120 manatını aldı. Mənə görə ki, qabildim naşiratan. Mən rehsanam da. Qabil. Oldu qadası, oldu. Efirdeydim, xahiş edirəm, biraz sonra danışarım. Belə danış, nömrələr verəcəm sənə. Yaxşı. Nömrələr atarsan mənə, efirdən sonra danışarım. Oldu. Nömrələri yox. Efirdən sonra birbaşa yer. Yaxşı. Birinci gün Almanya'da. Oldu mu? Yaxşı. Sağ ol. Oldu qadası, oldu. Değerlenmeden değerli soydaşlarım, bu kimdir? Alo. Bəli, eşidirəm sizi. Qabil bəy. Bəli, de.
Nədir? Niyə xışıltı gəlir telefonunuzdan? Hə, alo. Alo. İndi necə səsim gəlir? Hə, gəlir. Buyur, nə yaxşı zəng eləmişdiniz? Mənim bir problemim var. Mən xaricdə təhsil almışdım, Azərbaycana getdim. Ha? Azərbaycana getdikdən sonra yəni bir çox problemlərdən sonra bir çox məni ora göndərirlər, bura göndərirlər. Belə getdim və mən diplomu təsdiq elətdirdim. Sonra dedilər ki, sən işə qoyacaq, belə elə. Sonra gözlədim, heç birli mənə iş vermədilər. Halbuki mən xaricdə təhsil aldığıma görə mənə iş verməliydilər. Devlət bununla əlaqəli olaraq nə etməlidir? Yəni işi bir də üzr istəyirəm. Siz hansı ölkədə oxudunuz? Mən Türkiyədə oxudum. İxtisasınız nə idi? Beynəlxalq ticarət. Ticarət. Beynəlxalq ticarət. Diplomunuzu da tanıdı da yəni Təhsil Nazirliyi, eləmi? Çox belə götür. Bildim də rüşvət verdiniz, nə bilim zülm çəkdiniz, tanıtdırdınız, eləmi? Rüşvət yox, rüşvət belə vermədim, amma sadəcə olaraq pul və dövlət rüsumunu ödədim. Yəni rüşvət. Amma belə aldatmaq istədilər məni. Sonra mənim əhatəmin olduğuna görə, yəni tələbə yoldaşlarımın öncədən maraqlandım elədim, aldata bilmədilər məni. Nə qədər pul ödədin sən diplomu tanımağa? Dövlət rüsumu 251 manat mənim. Ha, 251. İndi siz iş tapırsınız elə Azərbaycanda? Yox, mən hal-hazırda xaricə çıxdım. Xaricdəyim, çünki Azərbaycanda çox sıxdılar məni. Yəni işlə əlaqəli olaraq, çünki iş tapa bilmədim, iş vermədilər. O yüzden başqa ölkəyə gəlmişəm. Amma Almaniyaya gəlmək biraz çətin oldu. Almaniyaya gəlmək istəyirdim işlə əlaqəli olaraq, o da olmadı. Yəni Adəybə bilməsəm, Azərbaycanda ancaq diplomlular taksi sürürlər, günə muz tüfəkləlik eləyirlər. Bizlər də diplomlu hamballar yığ gəlmişik Avropaya. Bilmirsən ki, bu ölkə poxa döndərib İlham Əliyev. Valla mən indi nə edəcəyimi bilmirəm. Yəni qalmışam belə. Hə. Yəni dəyər vermirlər hal-hazırda. Yəni mənim adım sistemə yükləyin, orada göndərici CV-nizi yükləyin, tərcüməyanınızı yükləyin. Yükləmişdik, amma yenə də bir şey yoxdur. Olmayacaq da. İlham Əliyev gedənə kimi iş tapmayacaqsan. İnşallah gedəndən sonra iş tapacaqsan. İnşallah. Mən onunla da şeylədim, maraqlandım. Dedim, bəs cənab prezidentə dedim, şikayətimi bildirəcəm. Belə elə. Biraz çəkindilər, elədilər, amma yəni onun adı gələndə biraz ondan qorxdular. Yəni onun dedilər ki, belə elə. Amma yenə də ki, hər dəfə bir bahane elədilər, nə bilim, vakansiya yoxdur. Halbuki vakansiya var idi. Məsələn, bir şirkət var idi, orada vakansiya yeri vardı, amma öz adamlarını qoydular. Halbuki o ixtisas üzrə çox uzaq idi. Başqa bir ixtisas sayəsində, heç əlaqəli olmayan bir ixtisas sayəsində gətirdilər, oraya yerləşdirdilər. Yəni, çox belə oldu. Heç nə. Çox... Buyur. Devlət imtihanı var, o devlət imtihanında girirsən mənim belə. Bəy, subaysan mı sən? Mən subayam, belə. Ay sağ ol. Ay, durub orada diplom, orada oyun, o qədər həngamət törətdiyinə, o nazirlərin, o icra başçılarının, o bir dənə qızlarından tap, bir dənə qızlarından əlaqəyə gir, səni qaldırsınlar da. O tayfiyə bir balaca giriş günə səni qaldırıb nazir olmağa qədər qaldırsınlar. Neyniysən, təhsil belə getdi, savad belə gəldi, baş belə. Azərbaycanda ya gərək bunların tayfasının bir parçası olasan, ya da gərək Azərbaycanda yaşamaq üçün şərəfini satasan. Başqa Azərbaycanda iş, yaşamaq, zad yoxdur, sürünür millət.
Mənim çox şeylər gördüm. Məsələn, mən demək olar ki, mən ora gedəndə, yəni hər kəs öz adamlarını, hər kəs yəni kimsə ya rüşvətlə, ya məsələn pul verir, pulla öz işlərini əldə edirlər. Yəni mən bu mövzuda demək olar ki, yəni çox məni süründürdülər, çox əziyyət verdilər, çox əziyyət çəkdim. Yəni axırda məcbur qaldım, getdim fəhləşdirdim. Fəhləşdirəndə də belə əziyyət verirdilər. Azərbaycandır bura. Mənəvi əziyyət. Mənəvi əziyyət. İndi mən bilirsiniz sözümü nəyə gətirirəm? İlham Əliyevin mən yəni indi söyüş-söymüyün çox xahiş edirəm. Mən İlham Əliyev demək olar ki, yəni o prezidentdir, mən onun işinə qarışmıram, yəni onun nə iş görür. Niyə qarışmırsan? Bu günə düşürsən İlham Əliyevə görə, niyə qarışmırsan ki? Bizim xalqımızda da demək olar, yəni bəzi qorxaqlıq var, nə bilim, o biraz şeylik var. Xalqın bir üzvü də sən də qorxursan da, nə qadın alın? Nə bilim, mənim, qorxmanlıq deyil, belə pulsuzluq, savadsan, hansısa bir savadsız gəlir səndən. Ay, savazı nə qozalıysan, nə quru dəzəysən, başına dönümsən, ölkədə ancaq petxular yaşayır, bir də qəhbələr. Qəhbə olmayan, petux olan, petux qəhbədən başqa ölkədə yaşayan görübsən, yaxşı yaşayan. Bax da, hara baxsan bax, ya yaxşı yaşayan adama bax, borcu olmayan, yaxşı yaşayan da, ancaq ya petxulardır, ya qəhbələr. Bəli. Deyəcəz məmurlar, o da... Sən də bu ölkənin başında ölkəni bu günə qoyan İlham Əliyevdir, sən də deyirsən İlhamla işim yoxdur, İlhama söymə, İlhama dəymə. Yox, mən elə söz demirəm, yəni siz öz işinizdir, yəni onunla sizin öz ədavətinizdir, mən qarışmıram yəni ona. Mən də sizin üçün çalışıram da, burada İlhamı rədd eləyək, iş tapa biləsiniz. Görsən, sən ağzını açan kimi dedim, İlham nə qədər oradadırsa, sən iş tapamayasın. Yox, mən indi avazda başqa dövlətdəyəm, xaricdəyəm. Yəni, qismət olsa... Heç nədə savadlı adamsan, zülm çəkdin, öz vətənində istədin işləyəsən, bizi kimi didərkin düşdün. Ən şərəfli diplomlarla burada hamı hamballıq eləyir. Sən də gəldin hamballıq eləməyə. Vəssalam. Hə, mən aşsın, elədir verəcəm. Mən hazırda Almaniya gəlmək istədim, Almaniya gəlmək biraz çətin oldu. Almaniya, Avropada qəbul eləmir, qadaz, havay pulunuzu verməyin. Avropa qəbul eləmir daha. Hə, biraz çətin oldu mənə. Niyə çətin oldu? Almaniya gəlmək üçün gərək bir dil öyrənərdim. Bir də orada şirkətə pul ödəyib elə, onlar sənə iş tapır, elə iş tapmaqla fəhləçilik. Fəhləçilik də bu. Oldu qaqa, hamınızın dərdeyinidir. Dualar elə ki, İlham Əliyev rədd eləyək. Sən də üzünə, vətənin, devlətimizin qapıları açılsın. Sağ ol, var ol, başına dönüm, sağ ol. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Alo. Alo. Abi telefonu aç. Benim akranama bak, Kürt'tü Türkiye'den. Kiyev'deyim. Seni buranın anasını sikerim. Hadi qutar dana, sən Allah 100 qram araq içibsən, daha sikin əl. Sən Allah söymə dana, Vuranı, məni vuran bərək, o gəlsin, nə qədər gəlir gəlsin. Alman türmələri dolu qabili vurmağa gələnlər. Hadi, bəsdir dana, sən Allah, Qoy bloka salım, bunu. Ay qardaş, çox zəng eləmə, məcburam səni bloka salayım, başına dönüm. Bilirəm, qabil sevənlərsiniz, başa dönüm, amma mani olursunuz axı. Deməli, dostlar, kimsə istəsə efirə zəng edə bilər. Yəni, efirə zəng, sadəcə Arzunu götürməyəcəm telefonunu, Arzu içibdir. Arzu içibdir, Arzudur, yoxsa kimdir, hansısa qardaşdır bu, bilmirəm, içibdir deyə, elə söyür deyə götürməyəcəm onun telefonunu. Başqa, məsələn, bir problemə görə işi olan zəng eləyənlər çıxıb zəng eləyə bilər.
Deməli, Elnur Dəmirova zəng eləyir. Alo. Salam bəy, salam. Nətərsiniz? Bəs baxdım sən Yaman Elçi bəy tərifləyib, orada da hamını təhqir eləyirsən. Bəs səndən bir söz soruşum. Elçi bəyin atasının qəbrini mənə göstərə bilərsənmi yerini? Qabil bəy. Demək, mən o sənin yazılarını oxudum, o yəni şərh filmində də mən oxudum. Hə. İş orasındadır ki, mən öz fikrimi yazmışam da ora ki... Mən də sizin öz fikrinizə görə soruşum. Siz ağıllı başlı adamsınız, ağı qaradan seçən adamsınız. Ona görə mən sizə bu sual verirəm. İndi sizə deyirəm. Elçibəyin atasının qəbrini görür, mən əlbəttə bilmirəm. Mən nə bilmirəm. Yaxşı, sən evladını evləndirsən, onun atasını tanımayan adama qız verərsənmi, qız alarsanmı ondan? Evladına. Quda olarsanmı ondan, quda? Əlbəttə yox. Ben atasını tanımadığın adamı niye bu kadar sevirsen? Qabil bəy, iş orasındadır ki, Elçi bəy yəni 91-ci ildə, 92-ci ildə bütün Azərbaycan xalqı səs verib Elçi bəy prezident edib, düzdürmü? Bəli, düzdür. Ay sağ ol. İndi bax, sənin o mənə yazdığın o ana söyüşlər var idi orada, bazı görsəniz. Belə olsun, basın biri olsun, yəni həqiqətən gözləməzdin də səndən, yəni ki, mənə... Mən, abi, mən neçə maddə ilə cinayət işi açıblar deyə bilərsən? Bilirəm, yox, yəni dəqiq bilmirəm, ancaq bilirəm. Mənim qardaş bacı qoymadılar, hamısını aparıb polisdə 18 nəfəri bir gecə dombatdılar, bir dənə cəbhəçində imdadı səsi çıxmadı. Onu bildin mi? Bilirəm. Mənim nəslimi dombaldı, mənim anamı qayırıb dombaldı, mənim bütün xəyallarımı, təbəssümümü oğruyub, minib, qayırıb, zorlayıb, İlham Əliyev. Bu Elçi bəyin əməlinə görə eləyib. Bunun mayası, mənbəyi. Gedir nətər bir su tapırsan, geysən o bulağın başına. O bulağın başını tapırsan, o mənbəyi. Bunun mənbəyi Elçi bəydir. Mən düz deyirsən, səs vermişik Elçi bəyə, seçmişik. Amma bundan sonra Amerika xalqı da Trump'a səs verdi, Trump Amerikanı böyür üstə qoyubdu. Yəni, bu namusumuzu ona etibar eləmişik də, vətən demək namus deməkdir. Namusumuzu, elə deyil mi? Ben namusumuzu qoyub, niyə qaçdı Naxçıvana? Axı, biz bilmirik niyə qaçdı. Hər nə olur, ay qadanım, ölüm belə olsa qaçmamalıydı. O nə deməkdir ki? Bilirsən, yəni ki, açılmayıb da, o sirlər açılmayıb, o arxivlər açılmayıb. Başına dönüm, o getdi 6 ayda 6 ayda Naxçıvandan danışırdı. Açardı da orada niyə qaçdığını deyərdi də. Aynen, mən nə bilim niyə deməyib o. Bilirsən, mən onun oğluna qarşı olan nəsə orada yazmışlar, mən də yazdım ki, bəs oğlu ilə nə şeyimiz var da. Mən onu paylaşmışam. Elçi bəylə, bax, indi Əli Kərimli daxil hamı Elçi bəyi sevir də, Elçi bəy gedir, ziyarət eləyirlər, nə eləyirlər. Minlərlə Azərbaycanlı gedir onun. Minlərlə getmir. Minlərlə getmir. Yüzlərlə, indi harada geri zəkalılar var, kim olur olsun. Harada geri zəkalılar var, Elçi bəy sevəndir. Başda Əli Kərimli gedir. Elə Kərim də geri zəkalıdır, ya da hansısa planın bir parçasıdır. Sən özün hər dəfə çıxışlarında Əli Kərimliyi dəstəkləyirsən. Mən onu dəstəkləyirəm, amma dalınla onu da deyirəm ki, buna məcburuq. Bundan başqa alternativ variant yoxdur. Əlbəttə ki, mənim ölkəmin məsələn olsaydı, məsələn, Əkrəm İmamoğlu kimi bir lider olsa, ya Qubad İbadoğlu'nun əli qolu açılsa, bəlkə onu dəstəkləyəcəkdim, Əli Kərimli yox. Yəni, onun partiya yaratmış olsaydı, bu qədər gücü, imkanı olsaydı. Ya, mən bilsən nə demək istəyirəm, bax. Onun oğlunu, yəni... Bax, mən onu paylaşmışıq, biz onu, yəqin görməyibsən. Bax, bizdən niyə gizlədirdilər Elçi bəylə Mehribanın Aida İmamquliyevanın 4 il, bir institutda 5 il oxuduqlarını, sonra Heydər Əliyevin imzasıyla, daha doğrusu belə barmaq basıqsınla Misirə, baraj çəkməyə Misirə getdiyini, Misirə. Sana bir sual verirəm, bax burada cəyləcənə. Elçi bəy
O vaxtı KGB agenti olmayan adam xaricə səfər eləyə bilərdimi Rusun vaxtında? Hələ aylarla. Yəqin ki, yox. Yəni deməli Elçibəy KGB ilə əməkdaş olubdu. Ola bilər. Mən sənlə spor eləmirəm. Yəni qadası bu Elçibəy Mehriban Əliyevanla birbaşa anasıyla sevgili olubdu. Birbaşa onunla yaşayıbdı həyatını. Mehriban ilə ondan doğulubdu. Bunlar bax Mehriban Əliyevaya sağ bir söz deyim də qadın hanım. Təcrübəli adamsan. Mehriban Əliyevanın sifətini görmüsən də daimi. Eləmi? Bəli, əlbəttə. Eyni zamanda bacısı Nərgiz Paşayevanı da görmüsünüz də. Bəli. Ay sağ ol. Nərgiz Paşayevan mı atasına daha çox oxşuyur, yoxsa Mehriban Əliyevana? Arif Paşayev hansı daha çox oxşuyur? Yəqin ki, Nərgiz oxşuyur. Ay, burnuna, zadına, sifətinə, quruluşuna hamısı atasına oxşuyur. Amma Mehriban Əliyevaya baxın kim oxşuyur. Tojni Elçibəyin oğluna Elçibəyə oxşuyur. Sifət quruluşu, burun quruluşu. Ay, başınıza dönün, niyə görüm? Yaxşı, indi Qabil qələt eləyir. Bax, mən deyəni, Qabil Tutaç qələt eləyir. Mən deyəni Türkiyənin prezidenti Süleyman Demirel deyib. Mən deyəni Elçibəyin qardaşı deyib. Mən deyənləri alim Nizami Süleymanov 94-cü ildə dedi, mənə dedi Elçibəyin qəbrini göstərin. Hələ Elçibəyin qəbrini 94-cü ildən bəri göstərə bilən bir dənə Elçibəy sevər tapanmamışım. Mən başa düşmürəm. Mən başa düşdüm ya səni. Mən bir dəqiqə xahiş edirəm qulaq asın. Orada o oğlunun şəkilindən gedir də söhbət, düzdürmü? Mən də yəni ki, əgər bir adamın atasına görə onun evladı bugün hansısa təzyiqlərə məruz qalırsa, bu demokratiya artığı olmaz axı yenə də. Abi. Onu demək istirdim ki, yəni atasına görə əgər övladı izlənirsə, bu Stalinizmdir. Stalin belə eləyib də atasına görə bir nəslin kəsib. Bir atasına görə bütün ailəni məhv edib. İndi biz atasına görə bir oğlanı əgər qarşı hansı təzyiqlər başlayırsa, elə biz özümüz də onda Stalinizm. Yaxşı, Stalinizmi qoyaq. Bax, indi mən sizə söyləyim. Canavardan nə doğar? Nə bilim ben. Canavardan canavar doğar da. Alma ağacının dibinə əncir, armud düşərmi? Calaq olsa düşər də, yəni belə düşməz də, elə deyilmi? Əlbəttə. Ayrıca bu nə oldu elə Elçibəy bir nəslin bir nümayəndəsi hələ prezident olub, onun yolunu gedən onun nəslində bir dənə adam yoxdur. Nə bilim ola, mən yəni o qədər də yəni mən... Nətər olur elə, bax, nətər olur, bircə dəqiqə, bax, nətər olur elə, generallar olub da, hətta Heydər Əliyev Rövşən Cavadovu öldürdü, onun oğlu onun qisasını alar deyə, onun oğlunu da öldürdü ki, qisasını alar, ha. Nətər olur elə, mənim nəslimdə Səngərdə adam qoymadılar, Səngərdə də maxya olanı, 350 mat maaş alanı rədd elədilər, çıxartdılar ki, bunun qardaşı, əmisi, nə bilim, nəysə, blogerdir. Ancaq Elçibəyin oğlunu aparıb böyük vəzifə veriblər, nədə o maşın, o Elçibəyin iqamətgahı var idi. Onu təmir elətdirir Mehriban Əliyeva, bunu açıqda da paylaşdılar. Bundan əlavə o çaykasını təmir ediblər. Hələ evinə doğru girmişdi ha bu yaxından. Görməmişəm mən, yəni təsadüfən gördüm mü? Sən görmürsən, onu paylaşıblar, mən deyim. Batırdım məni, belə də olmaz da, türküm tutmama, bacı, yəni ki, onu... Ay qadın alım, deyirsən, Elçibəy yolu gedən adam, bu yol yaxşı yoluydusa Elçibəy yolu, niyə öz oğlu getmir o yolu? Nə bilim mən, onu nə bilim mən, niyə getmir? Prosta sən özün deyirsən ki, sən prezident gəlmək istəyirsən. Bəs azad fikir, azad söz, bəs nətər olur? Ay ki, sizin fikriniz azad deyil axı. Sizin fikriniz şəxsiyyətə pərəstişdir birincisi. Elə sizin fikriniz hamısı xəyanətkarı müdafiə eləməkdir. Mənim pusat deyirəm, nəslimin bu dəqiqə 6 milyon insan ölkədən didərgin düşür. Bir dəqiqədə Heydər Əliyev, İlham Əliyev millətin anasını mələr qoyubdur. Bunun mənbəyi kimdir? Elçibəy deyilmi? Bildim, mən yəni ki, dəqiqliyi ilə onu bəlkə mən yanılmışam. Elçibəy deyildimi ki, bir dəqiqə, Elçibəy deyildimi ki, mən Rusun, Farsın uşaqlarla oturmaram deyən. Həmişə demirdimi? Həmişə demirdimi?
Yəqin valla mən yəni dəqiqliyi ilə onları heç birini bilmirəm. Mən Azərbaycanda 32 ildir yaşamıram. 33 ildir mən Azərbaycanda. Daha denən mən uzaylı ilə, nə bilim, başqa planetin adamıyla söhbət edirəm də elə. Mən də elə bilirəm siz. Dəqiqliyi ilə onları bilmirəm. Yoxsa mən azad sözə fikrimə, sən bacı söyüşü yazsan, ana söyüşü yazsan, yəni bəs onda elə əgər sən prezident... Ay, mən o söyüşü yazıram. Bir dəqiqə. Mən o söyüşü yazıram. Axı Elçibəyə görə mənim həqiqi anamı bacımı zorlayıblar. Bu xalqın qızı gəlini mənim anam bacımdır. Bu xalqın qız gəlinə pusat, bir dəqiqə, sən xaricdəsən. Sən xaricdəsən. Xalqa şərəfini və bədənini satmaqdan başqa yaşamaq şansı qoymayıblar. Mənim praktiki nəslimi dombaldıb qayırıblar Azərbaycanda. Hələ mənim. Amma sən deyirsən ki, sən məni Elçibəyə görə qayırıblar. Mən bilmirəm, mənim mıxardan giribdir. Bəziləri var ya Rusetdə var ya bəziləri. Gedir, qadın. Xəstə anasına göndərəcəyi pulun Nataşanın ağ baldırını görən kimi, başına paçasını arasına soxan kimi anasının xəstəlik pulunu verir ona. Bəzi adamlar gedir, ayağını qaldırır, soyuqda qoyur. İlham sevəndə, bu hələ uğraş bilmir ki, bu niyə bu zəngin vətəndən didərgin düşübdür. Bu Elçibəyə görə didərgin düşübdür. Elçibəy Rusa təbii atmasaydı, Amerikaya təbii atmasaydı, Elçibəy ölkədə boşluq yaratmasaydı, ciddi rejim yaratsaydı, surətləri böyüdüb, Nəcməddinləri böyüdüb, Rəhim Qaziyev kimi riyaziyyat müəllimini gətirib, Müdafiə naziri təyin elətdirməsəydi, dalda Rusun köpəkliyini eləməsəydi və biz bu gün belə o gündə olmazdıq axı, qadın alın. Təcrübəsi yox idi, gənc respublikaydı, onun hamısını indi bilinirdi ki, bunlar belə olur. Yəni, onu da anlamaq lazımdır ki, adam sıfırdan birdən-birə oldu nəsə. Ay qadın alım, sən bilmirsən ki, o boyda dahi şəxsiyyətlər ola bu ağzı cırğı kim gətirdi, ora prezidenti təyin elətdirdi? Kim qabağa soxdu? Heydər Əliyev mafiyası soxdu da, Rus mafiyası soxdu da. Sən bilmirsən, Xalq Cəbhəsi Rusiyada yaradılıbdır. Ay qardaş, sən bilmirsən ki, 87-ci ildə Xalq Cəbhəsi Rusiyada yaradılıbdır. Sən bilmirsən ki, Xalq Cəbhəsi aparıcılığı ilə 7 dənə prezident dəyişib ölkədə. Bilmirsən bunu? Yox, yəni Rusiyada yaradılıb, mən onu birinci dəfə səndən işdirəm. Sadəcə olaraq, eşidirsən, maraqlan örgənəsən, Azərbaycanın hər şeyi Rusiyada yaradılıb, nəyin ki Xalq Cəbhəsi. Hər şeyi pusat da Rusiyanın əlinin altındadır. Yəni, indi başqa dönüm. Mənim deyirsən, ay qabil, sənin ananı, bacını, nəslini dombaldıb qayırsalar da, bunun mənbəyi Elçibəy olsa da, mən onu sevə bilərəm, amma sən məni söyənməzsən. Axı, məni praktiki qayırıb sən o sevdiyin adamın əməlləri. Sevdiyimi yazmadım, adamın oğluna yazsam, mən də... Ay qaqa, sənin diplomun var mı? Yox, diplomum. Səni gətirib icra başçısı qoysalar, ya polis rəisi qoysalar, gəlib işləyərsənmi? Yox. Deyərsən, mənlik də öyle mi bu? Əlbəttə. Ay ölənlərə rəhmət. Bəy Elçibəy bacarmırdı, nə gəzirdi orada? Bacarmırdı, verərdi Əli Kərimliyə, verərdi Lap Surət Hüseynova hakimiyyəti, kiməsə verərdi də. Nəm Rövşən Cavadova verərdi, kiməsə verərdi də. Belə oldu da, bizim talihimiz belə gətirdi. Talihimiz belə gətirmədi, birbaşa Elçibəy öz üzərinə düşən KGB öhdəliyini yerinə yetirdi və çəkildi, onu da öldürdülər ki, xalqı acqırdıqca biraz Elçibəyin vaxtında yaxşı yaşayıb, o günləri Elçibəy deyəcəklər, çox səs çıxacaq. Ona görə onu da zəhərlərlər öldürdülər. Vəssalam. Yəqin ki, arxivlər namuslaşdılar, Milli Məclisin çıxışı olar, qərar olar ki, bu adam agent olub, nəsə olar da... Elçibəy yolunu gedən Xalq Cəbhəsi gələcəksə hakimiyyətə indidən deyirlər ki, arxivlər açmayacaq. Yoxdur, Ukrayna ordusu Rusiyanı məhv edəndən sonra hər şey gözəl olacaq. İncimə, mənim söyüşlərimdən də incimə. Üzrlü hesab, elə o söz sil də. Bilirəm də, səni mən tanıyıram, ona görə heç fikir verməm. Azaz zəngimi gözləyirdim ki, yəqin ki, nəsə yazdım. Sil, hələ o birisilərə də zəng eləyəcəm, sil də qadası da, üzrlü hesab elə. Sağ ol. Yo, mən silə bilmirəm, sən sil gedəm. Yaxşı, mən silərəm, yaxşı. Sağ ol. Alo. Şansın. Hər vaxtınız xeyir, buyurun canlı yayındasınız.
Sizə danışan o səs atan olan da o. O bəli gözəl kişi vardı, o danışan. Hə. O bilsiz kimdir? Kimdir? O prezident, o Cəbrayıllı prezident qabalı deyir, Azərbaycanda müxalifət yoxdur. Həmin o deyən Allah kişidir o. Diqqətlə baxsanız o odur. Həqiqi mi? O sizdən gələmişdir. Bəli, onu sizdən gələmişdir, bəli. Hocam, qoyana bağa görə oğlum. Bircə dəqiqə o yazdı. Yataqlar təşkilat yaradıqları, Nazir Prezident gedəndəki yataqlar yığıldılar ki, həmin adamlardan biri oldu, bəli. Bircə dəqiqə, Əliyevə yazıram, sən danış. Bəli, yanında göstərdiyiniz adam onlardan biridir, bəli. Nədir? Ben %90% əminəm ki, o prezidentin qabına çıxıb deyir, Azərbaycanda şey yoxdur, müxalifət yoxdur. Bax, həmin adamdır danışan. Hocam o. Yox, həmin adam deyil. Həmin adam deyil, bəy. Bəli, onu oxşatdım. Yox, o deyil, o. Baxdım indi o deyil. Oğlu ki, sən çıxıyla qalsın. Sağ ol. O deyil, baxdım mən. Oldu, bəli. Sağ ol. O daha hazırlıqlıydı, biraz başqa cürə idi. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Alo. Bəli. Salam bəy, salam. Buyurun. Müxalifətə görə elədilər. Erdoğan ilətdirdi, deyirlər. Erdoğan ilətdirdi. Hə. İlham Əliyev o Azər Əliyev var, o Çorlu firması, Çorlu firması var, Şəqa firması. Hə. Mən orada işləmişəm, pasportdan qabaq orada işləmişəm mən. Çünki orada millətə başı elə açıda, hələ sadəcə öldürtdürüb, ailəsini öldürübdü orada. Pula görə, pul verməmək dərdindən. Orada qızlara əxasıza gətirir orada qızlara qarşı. Polislər vardı ki, orada qıza şey yaptırır ki, sən oğlu da məsələn, gir yatağıma, ondan sonra keşke yatağımdan deyirdi, səni də bağışlayayım. O belə şeylər vardı. Eləsi vardı, mənə dedi ki, gəl dedi, sən bizə qız tap dedi, biz səni dedi, daha yüksək yerə işlədək deyirdi burada. Amma mən yenə də ona baxmağa işləmədim orada. Bir ay çalışdım, dolaşdım orada, əməlli başlı qırğına düşdüm. Orada anam bir gəldi ki, niyə şeysən dedi, lazımdırsa, bir an sağ olsun, içində bir postu var, o da şey deyildi, Bakırdır. Yəni bundan hamısı Naxçıvandan yığmışdı. Naxçıvan içində yaxşılar var, orasından da o bilməm nə idisə də. Ofşunda bu hamısı yəni İlham Əliyevin öz şeylə eləyirlər, o milləti başına önçürlər. Yəni xalq bilsin. İkincisi yəni mən geri gələndə rəisə dövmüşəm. Yəni gəlib burada kimsə şikayət eləməmişəm, amma mən dövmüşəm, həqiqətən dövmüşəm, rəis dövmüşəm Azərbaycanda. Deyirəm hansı bir, mən demirəm hansı bir rəisi, mən dövmüşəm. Biz kimi dövmüşəm. Elə gəlib sağan necə başını müamil də dövmüşəm. Dünya, gelib orada onun qonşunun qızını fotoşadı. O Axıcıqın partisi var, gəldim maddə şey demirəm. Arkadaşı dedi ki, Frankes ya qonşunun qızını dedi, sataşı dedi. Getdim inanmazsan, gecəni 2000-3000 manat verib adam ödənə var. Getdim dedim ki, onun ayağına bıçaq soxun. Ay sən piyasan mı? Ay piyasan vallahi ölmüşsün. Sən Allah bıçaq belə getdi, güllə belə getdi. Kanalı sənə şikayət elətdirəsən. Onu elədim, bunu elədim da. Bitməmişəm. Ay sən bıçaq adı çəkmə filmi şikayətə gedəcək. Yaxşı. Onu elədim, bunu elədim. Amma cəhət çəkdirmişəm, cəhət verdirmişəm. Hə, yaxşı, sağ ol. Sən Allah xatasan, sən balasan. Sən xəta balasan o. Sən xətasan. O, gəldilər bax. Alo. Aleyküm əssalam. Akibətiniz xeyir, buyurun. Bir məsləhət eləyin, mən bu artıq deyirəm, bir Azərbaycanlı olaraq, bir vətəndaş olaraq, gənc olaraq artıq Azərbaycan xalqının bu səbir imkanıdır. Amma iş yox, bilmirik, neyniyək, nə araq, yəni son müddətsizsiniz. Belə çox sonra çıxırsınız, problemləri danışırsınız, işıqlandırırsınız, amma da bu qədər də olmaz axı. Sizə gözləməkdən lap gözünüzü kök salalım. Nə əlacı eləyə bilərsiniz, nə kömək eləyə bilərsiniz bizə də dua eləməkdən də elə də pis sıxmasın bezmişi də inşallah görürsünüz bu ölkəyə. Planımıza uyğun bu il ilk baharda olmasa da son baharda gəlməliyik, planımıza uyğun. Ömrümüzün sonuna kimi sizi gözləyəcəyik ki, bəlkə bir azadlıq
güneşi bizlə parlayasan, Qabil müəllim. Onu bilirəm ki, bu Avropadakı fəallar da deyəndə çoxsu öz marağını güdür və yaxud çoxsu elə satılmış adamlardır. Mən də bilirəm, sizin danışdıqlarınız içində daxil olmaqla mən sizdən başqa heç kəsə inanmıram. Sağ ol, var ol. Bu bir olsun. Yalnız mən sizə inanıram və sizin siyasəti dəstəkləyirəm. Çox sağ ol, var olsun. Bir 11-i götürmüşəm, anla Allaha, belə açıq, altı, top presədə yazmışam ki, gözəl gələcək, Qabillə gələcək. Sağ ol, Belə də var. fırlanma. Saxlayıb deyirəm, başqa adamdır. Elə dalma olsam, hansı ilə şəklimi də varacaq, belə gəzəcəm şəhər. Hələ yox, özü təhlükəyə atma, yox hələ. O günlər şəhərdə sorğu keçirdi. Bir ulu öndər kimdir? Deyirəm, birinci ulu öndərimiz Məmməd Əmin Rəsulzadə, o bizə Qabil dayı. Allah qabar eləsin, Qabil mən. Yəni, nə qədər məmman da. Sağ ol, sağ ol. O günlər şəhət taxlayıb, bir yol götürsən 60 manat cəmə. Dedim, Allah, adlı soyad verən, bir də işıqlandıracam səni. Hədin sən Allah geri çıxır, mən onun ağzına salım. Allah səni qorusun, gözəl bir sağ ol, var ol, sağ ol, çox sağ ol. Qabilə, mənim mesajımı diqqətlə oxu, lütfən ciddi məsələdir. Bir İran Azərbaycanlısının sənə dediklərini çatdırmaq istəyirəm, mümkünsə. Bir yaz oxuyum da, yaz nətə, yazmırsan deyirsən oxu, nəyi oxuyum? Alo, salam gözəl insan, salam. Salam, axşam oxuyur. Necəsin, nə yaxşısın? Buyurun, canlı yayındasın. Deyəm, o deputat ki danışdı, o digər deputatları da onun ki işgəncə gözləyir və əllərindən də o sərvət alınacaq. Gez tezi var. Necə ki onun əlindən döyməsələr də o sərvətlərin əllərindən alacaqlar. Qaldı ki bu uşağı oğurlayırlar, İlham, Mehriban, sizin də uşaqlarınız 3 günə qalacaq. Gez tezi var. Bunu etmişsiniz, bu oğurluyorsunuz, içalatını çıxardırsınız. Sizin uşaqlarınız da elə olacaq, gez tezi var. Yəni etməyin belə şey. Nə dedim, İlbiz yeməkdən gəliblər deyəsən Çindən. İlbiz deyəsən xoşlarına gəlmir, bəyənməyiblər İlbizi. Burada bəbi İlbiz yox idi, cəbab İlbiz yeməyə getmişlər deyəsən. Değerli həmvətənlərim, değerli soydaşlarım, yayımızı sağ ol, var ol qabaqsa, çox sağ ol. Yayımızı beğenin, paylaşın, auditoriyamızı genişləndirin. Üstəlik də zənglərinizi edin. Xahiş edirəm yazdığımı oxu. Xətəkar adam deyiləm, sadəcə haqsızlığa göz yummuram. Onlar əl, qolla hərəkət etmişdilər. Kimlərinsə əli ilə etdirmişəm. Mən davakar deyiləm. Bildim dana, bildim. Allah sağ kömək olsun. Sən tanıyıram dana dayı. Deməli. Alo, buyurun. Axşamınız xeyir. Buyurun, hər vaxtınız xeyir, buyurun canlı yayındasınız. İndi hal-hazırda bir önemli məlumat var. Nə məlumat? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi saat 6:10-da qalmış ünvanlı dövlət sosial yardımları hesab kartlarının hesablarına vururlar. Ancaq kartlara köçürmür. Hamısını Kapital Bank, hamısını oğurladı. Bu anla sosial köçülür. Kartlara hələ vətəndaş görmür, pulu görmür. Yani Kapital Bank hamını minlərlə düz deyir insanın, 10 minlərlə insanın pulunu çəkəcəklər, ovrayacaqlar. Vəssalam. Düz deyir. Bir daha xəstəmdə bir dəqiqə gecə yatmamışam. Yəni orada hamı bilsin ki, hesabda göstərir ki, bu qədər məbləğ hesabdadır, ancaq kart oturmur. Kapital Bank'a zəng edirəm, 3-4 manat pulum da gedir, yeniləm. Ay yeniləmə nədir ki? Yəni hamısı deyir, bəzi səvlə bitir. Bunların köşü kəsilsin, toxumu kəsilsin. Kəsilsin toxumu bəy. Bəli. Sonra mənə bir nəfər əlim dəydi. Bəy, sözün qaldısa yarımçıq təzdən zəng edə, çünki əlim dəydi. Belə mən o günü kimsə dedi, gizlin göstəriş verirlər, banisədə insanlara ağ qan vururlar, nə vururlar. Belə bir xəbər aldım mən. Dedi, mənə həkimlər deyib, bizim bir adam, mən tanıdığım adam dedi bunu mənə. Amma mən bunu təfərrüatlarla istəyirəm öyrənəm. Nə məsələdir bu? Nədir, nə deyil? Niyə ağ qan vururlar? Niyə? Bunu mən bilmədim, araşdıramadım. Deməli,
Görən nə yazıb bu? Qabil müəllim, mesajımı diqqətlə oxuyun lütfən. Bir, İran Azərbaycanlının sənə dediklərini çatdırmaq istəyirəm. İranda türk irqinin dəstəklədiyi futbol komandaları vardır, birdən çox. İrq nədir? İrq yanlış yazmısan sən. Bunları qoymurlar yaxşı oynasın çempion olmağa. Hər dəfə müəyyən bir səylə başlarını qatırlar. Mən deyirəm, cəmaatın anasını dombaldıb qayırırlar. Mən deyirəm, körpələri uğurlayırlar. Mən deyirəm, qızları hamilə buraxırlar. Nəyini, o cifti nədir, onu satırlar. Mən deyirəm, ölkələr var olub, yox olma ərəfəsindədir. Sən gör mənə deyirsən, futbol inkişaf eləmədi, nə bilim, nə eləmədi. Bir futbol komandası var İranda, onun da adını Traktor qoyublar. Rus adı qoyublar. Traktor adında müsəlman, türk, fars adı var. Rus adıdır da. Liga bitməyə yaxınlaşır. Qoymurlar qabağa çıxmağa. Türk sevə, türk tərəfdarı olan tağımlar, nə bilim nələr. Ay qardaş, mən deyirəm, həmdən həmə, sən deyirsən, dəmdən dəmə. Bu yazdığın nə mənə şeydir elə? Sən 40 milyonluq insanın azad olmasını düşün. Ondan yaz. Futbol inkişaf eləmədi, türk tağımlarını qoymadılar. Yaman elə Türkiyədən, qardaş ölkədən yedik 1, yedik 5 götürdük, qalmışdı türk tağımı. Kimsə mənə görüntülü zəng eləyib, öz deyil bir adam döymür. Onunla bir dənə də görüntülü. Zəng eləyə bilərsiniz. Zaten mən xəbərlərimi verəcəyəm də, zəng eləyə bilərsiniz. Zəng eləyin, boş durmayın. Alo. Akşam. Aqibətin xeyr, gözəl insan, buyur. Sağ ol, nə yaxşı zəng eləmişdin? Mən elə belə salam sağ ol demirəm. Abi o səsi azalt da orada. O səsi orada azalt da orada. Mən bardayam, elə bəndən gələmişdim. Gecə vaxtı bağdan ağırsan qadın abi. Bar. Bardasan, elə mi? Barda bir gündə nə qədər pul qoyursan? Vallahi elə bu dəqiqə gəlmişik, bu dəqiqə deyildən 20 dəqiqə olar bir 700 euro xarçladım. 700 euro xarçladın? Görüntünü aç göstər, görün mənə barı. Gözümü göstərmə ona, yaxşı? Yaxşı ya. Barın qapısının ağzında durubsan, nə yekə-yekə danışsın. Bəsim ölüm uduzdum gəldim, vallahi. 700 euro. 700 euro uduzdun, elə mi? Ha? Bizdə taksi yoxdur, burada qalmışam. Taksi pulun da yoxdur, uduzdun, elə mi? Göndərələrsən? Sənin 700 dənə Seneqallının mıxı girsin sənin ağzına ki, sən uğraş yalan deyirsən birincisi. İkincisi də gədə-güdədir də. Yəni 700 euro güya ki uduzubdur, taksi pulu yox imiş getməyə. Dəyərləmədərəm, soydaşlarım. Alo. Bəli. Hə. Nə gör ki, mən Almaniyadayım. Nəysə, doluyubsuz məni.